Her şehit ibadet etmiştir. Her gazi Allah'a ibadet etmiştir. Ve Qarabağ torpağını işğaldan azad ederken Azərbaycan xalqının dəstək verməsi, Azərbaycan xalqının duası, yardımı bir ibadet şeklidir. Bakın, insanlara salam vermək ibadettir. Güzel bir program hazırlamaq ibadettir. Bir müəllim sinifə girib uşaqların ağlını, elmlə, qəlbini, imanla, əxlaqını, vicdanını mərhəmətlə doyurursa, o müəllim ibadet edir. Bir həkim işini vicdanla, namusla yerinə yetirirsə, ibadet alandadır. Halalından qazanırsansa ibadet edirsən. Halal yerlere xərcləyirsənsə ibadət edirsən. Oxu mədəniyyəti ibadətdir. Quran öyrənmək, fizika öyrənmək, kimya öyrənmək, biyologiya öyrənmək hamısı ibadətdir. İnsanlar arasında barışı, xeyri yayırsansa ibadət halındasan. Yəni ibadət sadəcə namazdan, oruçdan, zəkatdan ibarət deyildir.